Mənim atam qəhrəmandır. Mən də onun övladım. Vətənim gələndə mən də onun qanadıyım. Mən də atamın fəxriyəm. Bu günləri ilkinin 5-ci il dönümüdür. Mən yanımda olan bu bacıların hamısına minnətdarım. Bu günləri mən ana bacı olan bu bacılarıma çox minnətdarım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Məqamların ucadan da uca eləsin. Amin. Bizi bir-birimizə bacı eləyən bağlarımıza öz canımız qurban. Allah qazilərimizə də can sağlığı versin. İnşallah, amin. Allah devletimizi qorusun, millətimizi qorusun, Allah Azərbaycanımızı qorusun. Bir zamandan sonra heç bir ana şəhidliyi bağlamasın. Amin, amin. Sizlərə rəhmət eləsin. Amin. Atalarına, analarına səbir versin, özün versin. Yerdə qalanları qorusun. Çətindir, çox çətin yükdür. Çox çətin, Allah heç bir anaya göstərməsin. Amin. Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilərə can sağlığı versin. Yerdə qalanlarımızı qorusun. Mən də məclisdə olan bütün anaları salamlayıram, gələn qonaqları da salamlayıram. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfa versin. Bu gün şəhidimiz ilkinin anım gününə yığışmışıq. Həm qürurla, həm ürək ağrısı ilə anırıq. Vətənə əmanət qoyduğu balana Allah min budaq eləsin. Allah əzizlərinə, valideynlərinə və xanımına səbir versin. Allah cəmi şəhid analarına səbir versin. Allah Azərbaycanımızı, devlətimizi, millətimizi qorusun. Bir daha Azərbaycanda müharibə olmasın. Heç bir ana şəhid anası adını almasın. Nə qədər qürurlu da olsa, fəxarətlə də bunu desək, biz şəhid analarıyıq. Amma bir an üçün evlad itkisi çox çətindir. Ruhları şad olsun, bütün şəhidlərimizin qarşısında baş əyirəm. Allah sizlərə də can sağlığı versin. Şəhadət günüdür. Şura yığışmışıq. Allah atasına, anasına, bacısına, qardaşına, ailəsinə, balasına səbiri versin. Bütün şəhidlərimin qarşısında baş əyirəm, bir şəhid anası olaraq. Allah məkanlarını cənnət eləsin, məqamları ucadan uca eləsin.
Allah hər kimin qalan balasını, nəvəsini qorusun, hər kimin nəyə qalıbsa. Allah bərkəllə versin. İlkin balamızın da əmanətini Allah minbədaq eləsin, xeyirli övlad eləsin. Anasının gözünə, nənəsinin, babasının gözünə çıraq eləsin. Bütün şəhidlərimin qarşısında baş əyirəm. Allah qazilərimizə can sağlığı versin. Allah səbir versin hər birimizə. Bütün şəhid analarıma, bütün şəhidlərimə öz canım qurban. Allah rəhmət eləsin. Allah ölkəmizi qorusun, dövlətçiliyimizi qorusun. Allah əskər zabitlərimizi qorusun. Allah şəhidimizin məkanını cənnət eləsin. Amin. Analarımızın dediyi kimi bugün İlkin balamızın 5-ci Can İlkin. günləri yaşmışıq. Sağ ol. Sizədir ki, şəhidimizin anası, əmanət qalan balası yarı bugün tək qalmasın. Allah bütün şəhidlərimizin müqəddəs ruhlarını şad eləsin, məkanları cənnət olsun. Allah əskər zabitlərimizi, ordumuzu, yurdumuzu qorusun. Bizim bu azadlığımızı bizə bəxş eləyən oğlanlarımızın ruhu şad, məkanı Amin. cənnət olsun. Arzu eləyək ki, bir də oğullarımız tabutda gəlməsin. Arzu eləyək ki, bir də balalarımız atasız qalmasın. Arzu eləyək ki, bir də analarımız oğul fəryadı qopartmasın. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah cümlə şəhid valideynlərinə səbr əta eləsin. Amin inşallah. Təşəkkür edirəm, çox sağ olun.